Hər vaxtınız xeyir. Yoldaşlar, hal-hazırda siz sınavımızın informatika fənninin izahı ilə tanış olacaqsınız. 25 sentyabr Dövlət Qulluğu imtahanında iştirak etmək istəyən tələbələr 14 sentyabrda kursumuzda onlayn platformamız üzərindən sınağa cəlb olunan tələbələr üçün izahları YouTube'a yerləşdiririk. Burada BB, BA, AC və AB kateqoriyalarının sualları mövcuddur. Əvvəla 56-dan 70-ə qədər izah edəcəyim suallar bütün kateqoriyaları əhatə edir. Daha sonra 70-dən sonra izah edəcəyim 3 sual isə AC və BA kateqoriyası üzrə düşmüş suallardır. Hansı ki, həmin 3 sual BB kateqoriyası üzrə imtahanda yer almayıb. Diqqətlə dinləyin, maraqlı, qəbul səviyyəli suallar. 56-cı sual. Müxtəlif oxuma cihazlarından istifadə etməklə bank kartı məlumatlarının oğurlanması prosesi skimming adlanır. Yoldaşlar, skimming prosesin adıdır. Skimmer cihazları bankomatların bank kartlarını oxuyan hissələrinə yerləşdirilir və o skanerlər vasitəsilə bank məlumatları, bank kartlarının üzərindəki şəxsi məlumatları oğurlanır və fərqli məqsədlər üçün istifadə olunur. 57-ci sual tətbiqi proqram təminatına aiddir. Bilirsiniz ki, tətbiqi proqram təminatı 4 əsas qola ayrılır. Problem yönlü, üsul yönlü, ümumi təyinatlı və qlobal şəbəkələrlə iş proqramları. Və ümumi təyinatlı proqramlar özləri də cədvəl prosesorları, mətn prosesorları, təqdimat proqramları, mühasibat proqramları, oyun proqramları, ekspert sistemləri, mühasibat proqramları kimi yerlərə bölünür. 58-ci sual. File Explorer pəncərəsinin Homeland tabı vasitəsilə seçilmiş fayl üzərində hansı əməliyyat aparmaq olmaz? Seçilmiş faylı deməli, seçilmiş faylın xüsusiyyətlərinə baxmaq, faylın mübadilə buferinə düşmədən köçürmək, seçilmiş faylı gizlətmək, seçilmiş faylın adını dəyişmək və faylı zibil qutusuna göndərmədən bir dəfəlik silmək. Düzgün cavabı qeyd edeyim və gedək baxaq. Seçilmiş faylı gizlətmək olmaz. Gəlin bir qovluq pəncərəsi açaq. Siz hal-hazırda qovluq pəncərəsini görürsünüz. Seçilmiş faylın Homeland tabından fikir verin. Silmək olar. Hətta burada silmə düyməsinin altında zibil yeşiyinə düşmədən silmə əmrləri də mövcud. Həmçinin xüsusiyyətlərinə baxmaq da mövcuddur. Orada fikir verin, zibil qutusuna düşmədən silmək, xüsusiyyətlərinə baxmaq, seçilmiş faylın adını dəyişmək, gəlin onu da göstərim. Seçilmiş faylın adını dəyişmək üçün deməli rename əmrindən istifadə edəcəyik və seçilmiş faylı mübadilə buferinə düşmədən başqa yerə göndərmək və nüsxəsini göndərmək üçün əmrlərdə yer alır Homeland tabında. Qısacası C də doğru cavab deyil, düzgün cavab D variantıdır. 59-cu sual. Göstərilmiş fraqment hansı lent tabına aiddir? Yoldaşlar, seçilmiş vərəqin ölçüsünü, yəni Word faylının ölçüsünü, vərəq ölçüsünü, sütun sayını ki, bu tipli detallarını tənzimləmək üçün layout, düzən adlı taba müraciət olunur. Gəlin ona da birlikdə baxaq. Fikir verin, Layout tabının özünün Page Setup, Paragraph və Arrange adlı qrupları var. Sizə verilən fraqment Page Setup'ın yarısı idi, sağ tərəfi idi. Keçək növbəti sualımıza, 60-cı sual. Aşağıdakı düsturlardan hansının yazılışında səhvə yol verilib? Yoldaşlar, əgər hər hansısa bir funksiyanın içərisində diapazondan sonra dırnaqda şərt verilibsə, bu mürəkkəb funksiyadır. Məsələn, SUMIF, COUNTIF kimi funksiyalar. Standart sum funksiyası toplama əməliyyatını yerinə yetirir və toplama əməliyyatında hər hansısa bir şərt vermək qətiyyən olmaz. Ona görə cavab A variantıdır. Burada səhvə yol verilib. Bu SUMIF olmalıydı. SUM yox. Təqdimata cari slayddan başlamaq üçün hansı düymələr cütündən istifadə olunur? Hansı düymələri birlikdə sıxmaq lazımdır? Gəlin PowerPoint proqramına daxil olaq. Bilirsiniz ki, slaydları nümayiş etdirmək üçün Slideshow tabının
Start Slide Show qrupu mövcuddur ki, burada From Beginning F5 düyməsi ilə işləyir, başdan nümayiş etdirir. From Current Slide cari slaytdan etibarən nümayiş etdirir və Shift F5 ilə işləyir. Cavab Shift F5. Keçirik 62-ci suala. İştirakçıların informasiya sistemlərinə inteqrasiyasını, qarşılıqlı əlaqəsini və informasiya mübadiləsini təmin edən komponent elektron hökumət şülüzü adlanır. Konkret tərifdə elektron hökumət dərsinə aid. Bu dərsin içərisindən bəzi anlayışlar artıq çıxarılıb. İmtahanda onlardan istifadə olunmur. Elektron hökumət haqqında əsasnamədə yerləşən məlumatlar artıq imtahanlarımızda sual tipi kimi istifadə olunmur. Biz nəzəriyyəmizi yeniləmişik və növbəti period üçün bunu elan edəcəyik. 63-cü sual. Hansı görünüş rejimində minimal və maksimal miqyas arasında 200% fərq var? Bilirsiniz ki, Word proqramında miqyas 10 ilə 500% arası dəyişir. Və 10 ilə 500% arası dəyişən miqyasda read mode istisna görünüş rejimidir ki, bu görünüş rejimində minimum miqyas 100, maksimum miqyas isə 300-dür. Təbii ki, bunların da fərqi 200% təşkil edir. Mobil təhlükəsizlik üçün ən qabaqcıl tədbirlər. Yəni, telefonlarınızın təhlükəsizliyini təmin etmək üçün nələr etsəz yaxşıdır? Biometrik autentikasiya vasitələrindən istifadə etmək, bəli. Yəni, üzlə, barmaq izi ilə telefonların açılışını təmin etmək, məlumatları müntəzəm olaraq təhlükəsiz bulut xidmətinə nüsxələmək. Sabah hər hansısa məlumat pozulması, silinməsi fonunda şəxsi məlumatlarınız itməsin təbii ki. 1-3 doğru cavabdır. Reputasiyası aşağı olan proqramları yükləmək. Adicə ağlınıza bir oyun gəlir. Məsələn, mən deyirəm ki, yoldaşlar, Kakuronu yaxşı başa düşmək üçün application yükləyin. Yazırsınız App Store-a, Play Market-ə Kakuro. Birinin reytingi 4.5-dir, birinin reytingi 3.7-dir. Təbii ki, 3.7-ni yükləmirsiniz. Reputasiyası aşağı olanlara fikir vermirsiniz. Və uzaqdan izləmə və silinməni pasivləşdirən zaman itən telefonların, itən cihazların tapılması çətinləşir. 65-ci sual. Şəxsin ailə həyatı, səhhəti və məhkumluğuna aid olan məlumatlar xüsusi kateqoriyalı məlumatlar gedir. Bu məlumatlar şəxsin xüsusi kateqoriyalı məlumatlardır ki, onların paylaşılması, bölüşülməsi qanunla qadağan edilib digər şəxslər tərəfindən. 66-cı sual deyir, D1 xanasındakı düsturu D2, D3 və D4-də də sürüşdürün. D5 xanasındakı nəticəni tapın. Baxın, count A1, C1, A1, C1 diapazondakı ədədləri sayır. 3 dənədir burada ədədlər. Bu düstur aşağı sürüşəndə bu count A2, C2 olacaq və A2, C2 diapazonda da ədəd 3 dənədir. Bir dənə də aşağı sürüşdürürsək, orada da 3 dənədir, ondan da aşağıda 3 dənədir. Qısacası 3, 3, 3, 3. Sum D1, D4. Yəni D1-dən D4-ə qədər hər şeyi toplayanda cavab eləyəcək 12. Bu da belə. Keçirik 67-ci suala. İnternetə naqilsiz qoşulma üsulu. WiMAX. WiMAX Wi-Fi texnologiyasının biraz daha böyük və daha iri obyektlərdə, məsələlərdə istifadə olunan formasıdır. Naqilsiz qoşulmadır. 68-ci sual. Doğru mülahizələri müəyyən edin. Proqramlarla aktiv iş gedən zaman bütün verilənlər ROM-da saxlanılır. Səhvdir, RAM-da saxlanılır. Prosesorun əsas göstəricisi olan tak tezliyinin ölçü vahidi megahertzdir. Bəli, megahertz ya da gigahertz. Mikrofon AUX portu vasitəsilə kompüterə qoşulur. Bəli, bu da doğrudur. Məlumatı maqnit diski üzərində saxlayan xarici yaddaş qurğusu strimmerdir. Strimmer məlumatı maqnit lenti üzərində saxlayır, diski üzərində yox. 4 də səhvdir. Faks qurğusu həm daxil etmə, həm də xaric etmə funksiyalarını özündə cəmləyir. Bəli, bu da düzdür. Cavab 2, 3, 5. A variantı. Aşağıdakılardan hansılar Mac ünvandır? Yoldaşlar,
Mak ünvanının aktetlərinin sayı 4 dənə olmur. Mak ünvanının aktetlərinin sayı 6 dənə olur. Yəni həmçinin mak ünvanının aktetləri cüt-cüt 2-2 formalaşır. Baxın, burada 2, 4, 6, 8, 10, 12, 14. 2-2 böləndə burada 14 simvol olur. Yəni 7 aktet olur. Bu da doğru deyil. Bir de bilirsiniz ki mak ünvanlarda yalnız A'dan F'e kadar harflerden istifadə etmək olur. Burada G de var. Onu da silirsiniz. Cevap kalır 2 ilə 5. B variantı. Proqram interfeysinin rəngini Word-də hardan dəyişmək olar? Təbii ki, fayl düyməsindən. Gəlin buna da baxaq. Word proqramında fayla daxil olub Options bölməsinə keçid edirsiniz. Options bölməsində General hissəsində bakın burada renkli, tünd boz, qara və ağ renk tonlarını seçmək olur. Bu da ofis paketinin renk tonlarıdır. Və bundan sonraki suallar AS və BA qolunu əhatə edir. AS imtahanımızda istifadə etdiyimiz sual. Vektor qrafikasının əsas elementi xəttdir. 70-ci sual isə həm AS, həm də BA imtahanında istifadə etdiyimiz sualdır. Modemin ötürücü sürəti 128 megabayt böl saniyədir. 2 dəqiqəyə nə qədər informasiya göndərər? Göndərdiyi informasiyanı gigabaytla hesablayın. 1 saniyəyə 128 megabayt göndərirsə 2 dəqiqədə bilirsiniz 120 saniyədir. 120 saniyə nə qədər göndərər? Burada x bərabərdir 120 vurulsun 128. Yoldaşlar, megabaytdan da gigabayta keçəndə min 24'e yəni 2 üstü 10'a bölmək lazımdır. Bu 2 üstü 7'dir. Bu da 2 üstü 10. İxtisar getdi qaldı 2 üstü 3. 2 üstü 3 də 8'dir. 120'ni də 8'e bölürsünüz qalır 15 gigabayt. Və nəhayət sağ tərəfdə görəcəyiniz sual isə yalnız BA kateqoriyası üçün istifadə etdiyimiz sualdır. Access proqramını əhatə edir. Deyir Kakos 62 və ya Marakuya 54'ten böyük və banan 40'dan kiçik sorğusuna cavab verin. Kakos 60'dan 62. Kimlərdir bunlar? 3-cü və 4-cü bəndlər. 3-cü və 4-cü bəndlər. Marakuya 54'ten böyük. Marakuya 54'ten de böyük. 1 ilə 4'tür. 1 ilə 4. Bakın bu iki nəticənin ortasında or birləşmə funksiyasıdır. 3, 4 və 1, 4'ten cavab əmələ gəlir 1, 3, 4. Və ortada və var. Yəni and. Banan 40'dan kiçik. Banan da 40'dan kiçik. Nədir? Yalnız 4'dür. 1, 3, 4 və 4'ün and kəsişmədir. Kəsişməsindən cavab elə yalnız 4 qalır. Cavab 4-cü bənd, yəni Madagaskar. Belə yoldaşlar, siz bizim növbəti videolarımızda qəbullara düşmüş son 2 qəbula avqustda və iyul imtahanlarına düşmüş məntiq və informatika suallarının izahında görə bilərsiniz. Kanalı izləmədə qalın, imtahanda hamınıza uğurlar.